Biz bu dəfə paytaxtın Zirə qəsəbəsində yerləşən Köhnə Qəbirstanlıq adlanan ərazisindəki Sufi türbəsindəyik və 16-18-ci əsrlərə aid olan bu türbənin təcili restavrasiya işlərinə ehtiyacı var. Qəsəbədə yerləşən bu türbənin kimə məxsus olduğu barədə məlumatlar olmasa da, bura el arasında Sufi türbəsi kimi tanınır. Tarixi abidənin divarları tamamilə uçub, qalan divarları isə yararsız vəziyyətdədir. Türbədə hazırda 3 otaq var və otaqlardan ikisində müxtəlif məzarlar var. Həmin məzarlar olan otaqlardan birinin qapısı ümumiyyətlə yoxdur, yalnız ora bu çərçivədən baxmaq mümkündür. Digər otaqda da 3 məzar var və burada biz şamları gördük. Yəqin ki, bəzi vətəndaşlar müxtəlif inanclara əsasən burada gəlib bu şamları yandıraraq dualar oxuyurlar. Qəsəbənin bələdiyyə sədri Anar Hüseynli bildirdi ki, sözügedən tarixi tikili 3 hissədən ibarətdir. Tikilinin vəziyyəti ilə bağlı bələdiyyə tərəfindən aidiyyəti qurumlara müraciət edilib. Tikili 3 hissədən ibarətdir. 1 qələndərxana, yəni qonaq evi, 2 xanəgah ibadətgah, 3 pirdən ibarətdir. Xanəgah Sovet dövründə məqsədli şəkildə uçurulub, digər hissələr isə hansı ki qələndərxana və pir əsaslı şəkildə bərpa olunmasına ehtiyac var. Bundan başqa pirdə qəbir daşlarının forma və xüsusi ornamentləri bəzədilməsindən o dövrün çox möhtərəm insanlarının dəfn olunduğu görünür. Məzarlıq isə qeyd etdiyim kimi Bakı və Abşeronda yeganə Sərdəbi qəbirstanlıqdır. Bu cür tarixi abidələr xalqımızın keçmişini özündə yaşadan mənəvi dəyərdir. Bununla belə arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olub. Əcdadlarımızın əməyi ilə tikilən bu abidələr gələcək nəsillərə mirasdır. Onlara sahib çıxmaq isə bizə mənəvi borcdur. Ümid edirik ki, Sufi türbəsi də digər qədim abidələrimiz kimi yenidən bərpa edilərək öz tarixi görkəminə qaytarılacaq.